içmem suyundan, içmem suyundan içmem. Vay seni Cerrah Paşa, içmem suyundan, içmem suyundan içmem. Bir dahaki seneye yolcuda gelur geçmem, yolcuda gelur geçmem. Bir dahaki seneye yolcuda gelur geçmem, yolcuda gelur geçmem. Yaş akar gözüm sızlar, ne kalır gerisine. Yaş akar gözüm sızlar, ne kalır gerisine. Herkesin bir derdi var, durur içerisinde, durur içerisinde var. Herkesin bir derdi var, durur içerisinde, durur içerisinde var. Şəhid ailələri, hörmətli müəllimlər, şagirdlər, icazənizlə bugünkü şəhidimizi, məktəbin adını daşıyan Sarvan Qurbanovun anım gününü yad edək. Ona görə də Azərbaycanın bütövlüyü uğrunda canından, qanından keçən bütün şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Sizin icazənizlə Sarvan Qurbanovun həyatı və hərbi yolu haqqında sizə məlumat vermək istərdim. Vüqarlı Talış dağları ilə əhatələnən Əspanakəran kəndində
Qurban kişinin ailəsində 3 uşaq böyüyürdü. 2 oğlan, 1 qız. Qurban kişinin yeganə arzusu övladlarını böyütmək, onlara arxa dayaq olmaq idi. Ancaq vaxtsız ölüm onun bu arzuya çatmasına imkan vermədi. Atanın vəfatından sonra ailənin bütün qayğılarını zərif çiyinlərinə götürən Ceyran ana heç kimdən kömək olmadan uşaqlarını böyütdü. Onlara tərbiyə verdi. El-oba, vətən sevgisini onlara anlattı. Atası rəhmətə gedəndə Sarvanın 4 yaşı var idi. Sarvan Qurbanoğlu Qurbanov 30 avqust 1975-ci il tarixində anadan olmuşdur. Orta təhsilli, Aslanəkəran kənd tam orta məktəbində təhsil almışdır. Məktəbdə oxuduğu dövrdə nümunəvi əxlaqi davranışı ilə müəllimlərin, yoldaşların hörmətini qazanmış, qabiliyyəti, istedadı, ictimai işlərdə fəallığı ilə seçilmişdir. Sarvan 1992-ci il orta məktəbi bitirdi. Böyük qardaşı Rizvan hərbi xidmətdə idi. Sarvan Qarabağda və ətraf bölgələrdə gedən hadisələri diqqətlə izləyirdi. Vətən doğulub boya başa çatdığı evdən başlayır. Sarvan da evinə, ailəsinə qəlbən bağlı idi. Anasına, bacısına qayğı ilə yanaşır, ailənin ehtiyaclarını təmin edir. Amma içində bir narahatlıq, bir təlafin var idi. Sarvanı ermənilərin vəhşiliyi, Xocalı faciəsi, əzəli Azərbaycan torpaqlarının işğalı bir an belə rahat buraxa bilmirdi. Vətənin dar günündə bir yerdə qərar tuta bilmirdi. Hərbi xidmətə getmək istədiyini anasına deyəndə, anası qəti etirazını bildirmişdir. Rizvan qoy qayıtsın, sonra gedərsən. Bu çətin vaxtda məni, bacımı kimə tapşırıb gedirsən demişdir. Sarvan isə öncə vətən deyib, anasından xəbərsiz hərbi komissarlığa müraciət etmişdir. Könüllü cəbhəyə getmək istədiyini bildirdi. Evə ərzaq aldı, odun tədarik etdi. 1993-cü il oktyabrında Sarvana hərbi komissarlığından çağırış vərəqəsi göndərildi və o hərbi xidmətə yollandı. Keçmişlər dəvə karvanının başçısına Sarvan deyilirdi. Sarvan qəm karvanını evdə qoyub torpaqlarımızı mənfur düşməndən azad etməyə getdi. Sarvan Qurbanov Qaradağ rayonunun Güzdək qəsəbəsindəki en sayılı hərbi hissədə tank batalyonuna xidmətə başladı. Xidmətdə olarkən ana və bacısından nigaran idi. Ancaq bilirdi ki, Rizvan xidmətdən tez qayıdacaq. Sarvan bir aylıq təlimdən sonra ön cəbhəyə yollandı. Qəhrəmanımız dəfələrlə ən qızğın döyüşlərdə iştirak etmiş, hər dəfə düşmənə sarsıdıcı zərbə endirmişdir. 26 yanvar 1994-cü ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndi uğrunda gedən şiddətli döyüşlərdə iştirak etdi. Sarvan bu döyüşdə 2 düşmən tankını məhv etdi. Sarvanın idarə etdiyi tank düşmənlər tərəfindən vuruldu. Sarvan yanan tankı geri döndərərək döyüş meydanlarını uzaqlaşdırmaq, 6 döyüş yoldaşını ölümdən qurtarmaq istəyir və məqsədinə nail olur. Heyət xilas olur, ancaq özü son anda şəhid olur. Həyatda həmişə tələsən, yeniliyə can atan Sarvan vətənin müdafiəsinə, mənfur düşmənlə ölüm-dirim savaşına atılmağa və canından artıq istədiyi, sevdiyi vətən yolunda şəhid olmağa tələsdi. Şəhadətə yüksəldi, ölümü ilə ölümsüzlüyü, ədəbiyyata qovuşdu cəsur Sarvanımız. Nəşi 5 ay ermənilər tərəfindən qalan Sarvan Qurbanov 27 may 1994-cü il tarixində doğulub boya başa çatdığı Əslanəkəran kənd qəbristanlığında canından keçdiyi torpağa tapşırıldı. Ceyran ana düz 30 il Sarvanın qəm karvanını apardı və amma mənzil başına çatıb yükü yerə qoya bilmədi. 27 sentyabr 2020-ci il tarixdə başlayan vətən müharibəsi, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, müzəffər ordumuzun rəşadəti, xalqımızın mətanəti sayəsində qələbə ilə başa çatdı. Torpaqlarımız mənfur düşmən tapdağından azad edildi. İndi biz qalib xalq kimi başımızı dik tutmuşuq. Torpaqlarımıza tam sahiblənmişik. Qarabağda sürətli quruculuq və bərpa işləri aparılır. Cənnət Qarabağın üzünə gülür. Sinəsi şəhid, günahsız insanların qanı ilə sulanmış Qarabağ torpağı bundan sonra rəngarəng güllərlə, çiçəklərlə, şəhid qanının rəmzi olan qırmızı lalələrlə bəzənəcək.
qardaş acısı yaşayan qızlarımız, əlinin xınası hələ getməyən gəlinlərimiz, şəhid əmanətlərini böyüdən gənc analarımız, övlad itkisi ilə sızlayan və bu itkiyə hələ inanmaq istəməyən ana və atalar azad edilmiş torpaqlarımıza baxıb təsəlli tapacaq və ovunacaqlar. Qələbə müjdəsi ilə Ceyran anandı, kədə qarşı bir sevinç qarşıladı. Həm torpaqlar alınmışdır, həm də oğlu Sarvanın, millərlə şəhidimizin qanı yerdə qalmamışdır. Düşmən layiqli olduğu cəzasını almışdır. Sarvanın ruhu daha da rahatlıq tapmışdır. En büyük arzusu budur ki, bir daha müharibə olmasın. Ölüm, itim, gözyaşı, ayrılıq, miskinlik, ürək parçalayan ana fəryadı xalqımızdan, ölkəmizdən İraq olsun. Xalqımızın firavan, toy büsatlı, şən, gözəl, xoşbəxt günləri əbədi olsun. Hazırda Astar rayonu Motəfə Kənd Orta Məktəbi Sarvan Qurbanovun adını daşıyır. Şəhidlərimizin mənalı həyat və şərəfli döyüş yolunu öyrənir, onlar kimi vətənin layiqli vətəndaşı olmağa çalışırlar. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. İndi də sözləri Əlisə Alqışın musiqisi Elmir Mədətovun olan Sarvanın mahnısını səsləndirmək istərdik. Kaygısıyla büyüdüm, duydun onun laylasını öğüdüm. Hisseyle metin şabrak yürüdüm. Bugün sen kahramanım usanım. Bugün sen kahramanım usanım. Ölmemisen yaşayırsan Sarvanım. Vətənini özüne dost seçmişsen, torpaq üçün öz canından keçmişsen, düşmənini of demeden biçmişsen, şehit ol cennet mekan duyalım. Vətənini özüne dost seçmişsen, torpaq üçün öz canından keçmişsen, düşmənini of demeden biçmişsen, şehit ol cennet mekan duyalım. Rahat uyu mezarında Sarvanım. Koca şiiri nerildettin, dağaçtın. Sen düşmenle alnı açık savaştın. Şehit olup torpağına karıştın. Vətən oldun o torpaqla inanım. Vətən oldun o torpaqla inanım. Çok ucaldın zirvede sen Sarvanım. Vətənini özüne dost seçmişsen, torpaq üçün öz canından keçmişsen,
Düşmənini of demədən biçmisən. Şəhid oğul cənnət məkan duyanım. Vətənini özünə dost seçmisən. Torpaq üçün öz canından geçmisən. Düşmənini of demədən biçmisən. Şəhid oğul cənnət məkan duyanım. Rahat uyu məzarında sarğanım. Vətənini özünə dost seçmisən. Torpaq üçün öz canından keçmisən. Düşmənini of demədən biçmisən. Şəhid oğul cənnət məkan duyanım. Rahat uyu məzarında sarğanım. Rahat uyu məzarında sarğanım. Birimizdə Lənkəran Astara Regional Təhsil İdarəsinin Astara Təhsil Sektorunun müdürü Xədicə müəllimə buradadır. Hörmətli şəhid ailə üzvləri, qazilərimiz, əziz müəllimlər, sevimli şagirdlərimiz. Bugün bura qəhrəman şəhidimiz Sarvan Qurbanovun anım tədbirinə yığışmışıq. Bu qürur verici gündə Sarvanın keçdiyi qəhrəmanlıq həyat yolu hər bir şagirdimiz üçün nümunədir. Məktəbimiz Mutluyatak Kənd Tam Orta Məktəbi şəhidimizin adını daşıyır. Məlumat üçün bildirmək istəyirəm ki, Astara Təhsil Sektorunun əhatə dairəsində fəaliyyət göstərən 62 ümumi təhsil məktəbindən 32 şəhidlərimizin adını daşıyır. Bu da şagirdlərimizi vətənpərvər ruhda böyütməyimiz üçün bir stimuldur. Əziz şagirdlərimiz, vətənə sevgi təkcə silaha sarılmaqla deyil, vətəni sevmək, dərslərini yaxşı oxumaq, xalqa xidmət etmək və bəzi işləri görməklə vətənə sevgini də nümayiş etdirmək olar. Sizin bundan sonra görəcəyiniz iş Sarvanın həyat yoluna nümunə götürərək vətəni sevmək, dərslərinizi yaxşı oxumaq və hər zaman vətənə layiqli övlad olmaq olmuşdur və olacaqdır. Bildirmək istəyirəm ki, şəhidlərimizin anım günü, onların doğum günləri məktəblərdə, adlarını daşıdığı məktəblərlə yanaşı Azərbaycanın bütün bölgələrində qeyd olunur və biz şagirdlərimizi vətənpərvər ruhda böyütmək istəyirik. Bugün burada şəhidin ailə üzvləri iştirak edirlər. Mən onların qarşısında baş əyir. O belə gözəl övlad böyütdüyü üçün Rizvan müəllimə, Ceyran anaya təşəkkür edirik və şəhidimizin bir daha hörmətlə anır və onun xatirəsini hər zaman uzaq tuturuq. Azərbaycan xalqı, milli liderimiz, onun layiqli davamçısı cənab prezidentimiz hər zaman şəhid qazi ailələrinə hörmətlə yanaşır və hər zaman diqqətdə saxlayır. Onun bariz nümunəsidir ki, 9 ildən sonra olmuş olsa belə şəhidimiz Pəncəli Nurməmmədoğlu Teymurova milli qəhrəman adı da verildi. Bu, ötən il bizi 2025-ci il qələbə ərəfəsində bizi və demək olar ki, bütün Azərbaycan xalqını sevindirdi. Mən inanıram ki, hər zaman diqqət mərkəzində olacaq və sizə hər zaman öz qayğımızı əsirgəməyəcəyik və şagirdlərimizi də vətənpərvər ruhda böyütmək üçün Sarvanın döyüş yolunu hər zaman Rizvan müəllim öz məktəbində təbliğ eləyəcək və şagirdlərimiz vətənpərvər ruhda böyüyəcək. Bir daha şəhidimizin ailəsinə dərin hüznlə baş sağlığı verir və can sağlığı arzulayıram. Sağ olun. Sağ olun. Şagirdi Əlizadə Sevanə, rahat uyu igid əskər. Rahat uyu igid əskər, vətənin torpağında, adım daim ucalacaq büküldüyüm bayrağında. Rahat uyu igid əskər, qanın yerdə qalmadı bil, sənin şicayətin varkən bu vətən əzilən deyil. Rahat uyu igid əskər, şəhidliyin məqamında, alnımızı ağ etdin sən hər addım intizamında. Rahat uyu igid əskər, doğma vətən bil azaddır. Düşmənlərdən pak etdiyin hər qarışı bil abaddır. Rahat uyu igid əskər, bu xalq səni unutmazdır. Təşəkkür etsək də azdır. İndi də igid əskər var olsun mahnısını səsləndirək.
dolaştım, atlanıp dağlar aştım, bir kurtla karşılaştım. Dedi uğurlar olsun, Tanrı Türk'e yar olsun. Dedi uğurlar olsun, Tanrı Türk'e yar olsun. Yar oldu yollar bana, söyledi diller bana. Turan eller var olsun, düşmanlar kahrolsun. Tanrı Türk'e yar olsun. Turan eller var olsun, Tanrı Türk'e yar olsun. Ben kurtlarla ulaştım, Altayları dolaştım, şamanımla bağlaştım. Dedi uğurlar olsun, Tanrı Türk'e yar olsun. Dedi uğurlar olsun, Tanrı Türk'e yar olsun. Yar oldu yollar bana. İndi sözü məmnuniyyətlə onlara verək. Əziz, hörmətli Ceyran ana, hörmətli şəhid valideynləri, hörmətli müəllimlər, əziz şagirdlər, sizin hər birinizi Uca Allahın salamı ilə salamlayıram. Sərvan Qurbanovun şəhadətindən 32 il ötür. Sanki dünən olmuşdu. Cəsur, igid, vətənpərvər bir qardaş idi Sərvan. Onun haqqında danışmaq çətindir. Hər daim vətəni, əskər yoldaşlarını düşünən bir qardaş idi, bir yoldaş idi. O çətin günlərdə, müharibə günlərində çətin bir missiyanı başa vurdu. Amma şəhadətə yüksəldi. Şəhid valideynləri üçün çətindir, Ceylan anamız üçün çətindir. Amma Allah-u Teala şəhidləri daha çox sevir. Allah-u Teala gənc şəhidlərimizi, o nur üzlü şəhidlərimizi o cür, o yaşda öz dərgahına aldı. Axı Allah bizi bizdən daha çox sevir. Əzizlər, vətənpərvərlik deyirik, vətən deyirik. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, vətəni sevmək imandandır. Vətəni sevməyən insan olmaz, olsa da o şəxsdə vicdan olmaz, iman olmaz. Düşmənlə üz-üzə durduğun zaman Allah Teala indən belə müharibə göstərməsin xalqımıza, övladlarımıza. Düşmənlə üz-üzə durduğumuz zaman vətənin, vətənpərvərliyin nə olduğunu daha yaxşı dərk elədik. Vətənin bir qarış torpağını belə düşmənə vermək istəmirsən. Razı olmursan ki, düşmən o torpaqlarda olsun. Niyə? Çünki arxamızda anamız var idi. Arxamızda bacımız var idi. Yaşadığımız el-uba vardı. İnsanlarımız yaşayırdı. Ona görə də heç birimiz buna razı olmurduq. Şəhidlərimiz də buna heç bir zaman razı olmayıblar. Ona görə şəhadət şərbətini içdilər. Allah Teala Quran-ı Kerimdə buyurur, Allah yolunda canlarını təslim edənlərə, canlarını verənlərə ölülər deməyin. Onlar Allah qatında diridirlər, lakin siz bunu bilmirsiniz. Və yenə Allah Teala Quran-ı Kerimdə başqa bir ayədə buyurur, Ali İmran surəsində. Allah yolunda öldürülənlərə əsla ölülər zənn etmə. Onlar Allah qatında diridirlər və cənnət ruziləri ilə ruzilənirlər. Və bu bir haqdır. Dəfələrlə bu cümləni işlətmişəm. Ömür keçir, yaş ötür, qocalırıq. Amma nur üzlü şəhidlərimiz hər daim elə qalacaqlar. Yaddaşlarda hər daim
elə nur üzlü cavan qalacaqlar. Onlar heç bir zaman qocalmayacaqlar. Cənnətə də o cür gözəl nur üzlə girəcəklər inşallah. Əzizlər, söz çoxdur, amma vaxt azdır. Bir şeyi də söyləmək istəyirəm. Bizim əziz şəhidlərimiz şəhadətə qovuşmaqla inşallah ki, cənnətə girəcəklər. Buna heç şübhəmiz yoxdur. Bunu Uca Allah bizə vəd edir. Amma mənfur düşmənin ölüləri isə mundar oldular, üzr istəyirəm bu ifadəmə görə. Onlar isə əbədi cəhənnəmə gedəcəklər. Və Allah Teala əziz şəhidlərimizin, qazilərimizin, igid əskərlərimizin, Ali Baş Komandanımızın yüksəltmiş olduğu şanlı, üç rəngli, gözəl bayrağımızı hər daim zirvələrdə dalgalandırsın. Sözüm gənc balalarıdır, əziz övladlar, əziz şagirlər. Vətənimizi sevək, milli mənəvi dəyərlərimizə sahib çıxaq. Vətən Allah qarşısında, Peyğəmbər qarşısında, vətən qarşısında borcumuz var. Amma sizin bugün vətən qarşısında bir nömrəli borcunuz yaxşı oxumaqdır, gözəl təhsil almaqdır, elmə, biliyə, gözəl sənədə sahib olmaqdır və milli mənəvi dəyərlərimizi qorumaqdır. Ki, əziz şəhidlərimizin də ruhu indən belə şad olsun. Allah Teala cəmi şəhidlərimizə rəhmət eləsin. Allah Teala şəhid valideynlərinə səbirlər versin inşallah. Allah Teala sizin hər birinizdən razı olsun. Çox sağ olun. 9-cu sinif şagirdi Əlizadə Gülay. Şəhidlər şeiri. Şəhid olduğunuz yerdə daşındı, sarvanlar buyurdun qürur daşıdı. Düşmənə sipərdi, mərd qardaşımdı. Şəhidlər ölməzdir, yaşar könüldə. İllər keçəcəkdir, qalacaq adın. Vətən torpağına qarışdı andın. Sən bizə qürursan, sən qəhrəmansan. Adın məktəblərdə, dildə yaşayır. Lisansın yerdə heç zaman qalmaz. Azərbaycan əyilməz, məğlub da olmaz. Sənin tək oğullar heç unudulmaz. Ruhun şad olsun, rahat yat sarımaz. Allah rəhmət. İndi də sözü Əsmanakəran icra nümayəndəsi Saladı müəllimə vermək istərdik. Buyurun. Əziz həmkəndlilər, hörmətli müəllimlər və şagirdlər, hörmətli qonaqlar. Bugün Mutlata Kənd Orta Məktəbində biz 1-ci Qarabağ müharibəsinin şəhidi Sarvan Qurbanovun anım günündəyik. Əgər qısa keçmiş tariximizə nəzər salsaq, Azərbaycan xalqı öz müstəqilliyi üçün əsrlərlə həmişə mübarizə aparmışdır. Talih 19-cu əsrin əvvəllərində bizə Demokratik Azərbaycan Cumhuriyyətinin yaradılmasına qismət etsə də, ancaq qısa müddətdən sonra daxili və xarici mənfur düşmənlər onun süquta uğranılmasına çalışdılar və qısa müddətdə də süquta uğranıldı. Lakin Azərbaycan Sovetlər İttifaqı tərkibində 70 il ondan sonra fəaliyyət göstərsə də, bu 70 ildə Azərbaycanın vətənsevər oğullarının qəlbindən o vətən sevmək, müstəqillik ruhunun sındırılması, məhv edilməsi işləri aparılsa da, Azərbaycan xalqı, Azərbaycan gəncliyi həmişə bu müqəddəs hissləri öz qəlbində gizlətdi və məqam axtarırlar ki, Azərbaycan öz müstəqilliyi uğrunda yenidən mübarizə aparsın və dünya dövlətləri sırasında Azərbaycan bir dövlət kimi fəaliyyətini bərpa etsin. Əlbəttə, bizə qarşı mənfur düşmənlər həmişə əks mövqedə olublar. 88-ci ildən başlanmış azadlıq hərəkatı 91-ci ildə Sovetlər İttifaqının iflasa uğranması, süquta uğranması və müstəqil Azərbaycan dövlətinin yaranması ilə nəticələndi. Əlbəttə, o illərdə illərlə Azərbaycanın ordu yaradılmasına imkan verməyən Sovetlər İttifaqı ordu əskər yetişdirilməsi, orduda vahid komandalığın yaradılmasına imkan vermədilər. O vaxt Azərbaycanın iqtisadi vəziyyəti həddindən artıq çətin idi, silahımız yox idi və Sovetlər dövlətinin varisi olan Rusiya, işğalçı Rus dövləti ermənilərə havadarlıq edərək Azərbaycan torpaqlarının işğalına nail oldular. Əlbəttə, o vaxt Azərbaycanın vətənsevər gəncləri buna dözməyərək könüllü şəkildə düşmənlə üz-üzə müharibəyə getdilər. Bizim əlbəttə o vaxt
Rusiya ilə müharibə etməyə nə silahımız var idi, nə də vahid komandalı bir ordumuz var idi. Çox çətin durumdaydık və hər gün də torpaqlarımız işğala məruz qalırdı. Neçə rayonları itirdik. Bugün həmin günlərdən danışaraq Sarvan Qurbanovun 93-cü ildə hərbi xidmətə getməsi və 94-cü ildə vətən uğrunda qəhrəmancasına şəhid olması anını biz qəhrəman xalqdır. Heç vaxt bu siyasətlə, yəni işğalda olan torpaqlarla barışmadı. Biz 30 ilə yaxın bu iddia ilə gecə-gündüz bizim dövlətimiz, dövlət başçımız çalışdı ki, Azərbaycanın qüdrətli bir dövlət kimi dünyaya tanıtırsın və Azərbaycan öz qüdrəti ilə, iqtisadiyyatın gücləndirilməsi ilə böyük bir, qüdrətli bir ordunun yaradılmasına nail oldu. Əlbəttə düşmən bu vaxt heç vaxt öz iddiasından əl çəkmirdi, onları qızışdırırlar üstümüzə. Həmişə biz televizyonu axşamüstü açanda dinləyirdik ki, filan rayon ərazisində ateşkəs pozulub, şəhid əskərimiz var. Ancaq aprel şəhidində döyüşlərində Azərbaycan 4 günlük aprel döyüşündə sübut etdi ki, Azərbaycan xalqı öz torpaqlarını işğal etməkdən qadirdir və Azərbaycanın bunun üçün qüdrətli ordusu vardır. Qısa müddətə 2 saata Ahunyan səddi dağıdılaraq biz işğal olunmuş ərazilərə sızdıq və 2000 hektar torpaq sahəsi vaxt işğaldan azad olundu. Bu Azərbaycan xalqında bir daha ruh verdi ki, bəli bizim ordumuz qüdrətlidir, bizim ordumuz hər an öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Bu vaxt Azərbaycan xalqı hamılıqla Cənab Prezidentdən tələb edirlər ki, Cənab Prezident, bəsdir axır, imkan verin, sərəncam verin, biz öz torpaqlarımıza əks hücuma gedərək düşmənlərdən azad edək. Lakin ermənilərin havadarları olan Ruslar aprel döyüşünün 4 gündən sonra ateşkəslə dayandırdılar. Yenə öz əks qüvvələrə, ermənilərə dəstək verərək onları üstümüzə qaldırırlar. Və 2020-ci ilin iyul döyüşlərində təzədən ermənilər bizə Tovuz istiqamətindən hücum etdilər və biz həmin 4 günlük müharibədə də General Azərbaycanın milli qəhrəmanı General Polad Həşimov itirdik. Onda Azərbaycan xalqı bir nəfər kimi ayağa qalxdı və sözün bir elədi. Cənab Prezident, artıq yetər. Bizim əgər generalımız Səngərdə şəhid olursa, gündə əskərlərimiz şəhid olursa, biz əks hücuma keçməliyik. Bizim Cənab Prezidentimiz həmişə sülhpərəst siyasəti aparırdı. Dünyanın mötəbər məclislərdən, tribunalardan deyirdi ki, biz istəmirik qan tökülməyə. Biz istəyirik ki, müharibəni, ateşkəsin davam etdirək, dinc yolla razılığa gələk və ermənilərə Qarabağ ərazisində lazım olan ən yüksək muxtariyyət statusuna verməyə hazırıq. Lakin ağzında Azərbaycan işğal olmuş torpaqların ləzzəti qalan ermənilər və onların havadarları Ruslar imkan vermədilər ki, Azərbaycan öz torpağını işğalı üçün çalışsın və həmişə sərhədlərimizi pozurdular. Lakin 27 sentyabr 2020-ci ildə Cənab Prezidentinin sərəncamı ilə əks hücum əməliyyatına başlandı. Dünyada ən qısa müharibə kimi hallandırırlar. 44 günlük vətən müharibəsi qısa müddətdə 44 günə başa çatdı və bu 44 gündə biz öz torpaqlarımızı düşməndən azad etdik. Bu vaxt sizin hamınızın yadınızdadır. Azərbaycan müharibə aparanda bir dəfə Şuşaya bir raket atılanda Şuşada şəhərində yerləşən bir kilsənin pəncərənin şüşələri sınmışdı və dünyanın bütün jurnalistlərini tökdülər və çəkdilər ki, bəli, Azərbaycan amansız müharibə aparır. Hətta belə kilsənin pəncərələrinin bombanın təsirindən şüşələri sınmışdır. O vaxt Cənab Prezidentimiz deyirdi ki, biz heç vaxt ictimai binalara, tarixi abidələrə, mülki insanlara biz güllə atmırıq. O yerlərdə ki, hərbi legitim obyektlər var, biz onlara qarşıyıq. Biz erməni xalqı ilə, Qarabağda yaşayan ermənilərlə heç bir işimiz yoxdur. Azərbaycan öz haqqı uğrunda vuruşdu və qısa müddətə erməniləri kapitulyasiya etməyə məcbur etdi. Azərbaycan dövləti
millərlə şəhid verərək öz müstəqilliyini, ərazi bütövlüyünü təmin etdi. Bu vaxt Cənab Prezident tapşırıq verdi, yenə sülh sazişinə ermənilərlə razı oldular, barışıq elan edilər, ateşkəs və biz deyirdik ki, bəs nə oldu? Bizim rayonlarımız işğaldan azad olunsa da Qarabağ yenə qaldı, yenə ermənilər orada bizə qulaq asmayacaq, yenə əks hücum təşkil edəcəklər. Azərbaycan Prezidenti ermənilərə bir daha səsləndi. Bəsdir artıq cavanların qanı tökmə, bəsdir tutaraq. Gəlin danışa gələk Qarabağa biz ən yüksək status veririk. Lakin o ermənilər yenə Rus havadarlarına birləşərək Azərbaycan Dövlət Prezidentinin bu humanist adımlarına səs vermədilər, başladılar Qarabağda təzədən silahlanmağa. Rus havadarları onları silahlandırırdı. Lakin bir günlük 23 saat 43 dəqiqəyə Azərbaycan Dövləti öz ordusu ilə Qarabağı tam azad etsi terrorçulardan və artıq həmin terrorçular və terrorçuların havadarları Azərbaycanın zindanlarında zindan həyatını keçirirlər. Bu vaxt Azərbaycana hədə qorxu gələnlər deyirlər ki, bəli, biz gəlib Bakıda çay içəcəyik, Bakıya qədər biz irəliləməyə qadirik. Bugün onlar əlbəttə Bakıda Cənab Prezidentin sözləri ilə desək, bəli, Bakıda çay içirlər, ancaq bir fərq var, o çayı onlar çayxanada yox, zindanda içirlər. Azərbaycan xalqı qəhrəman xalqdır, Azərbaycanın oğulları qəhrəman oğullardır. Belə qəhrəman igidlərimizin hesabına biz vətən torpağını işğaldan azad etmişik. Bu qəhrəmanların bizə yadigar qalan valideynlərin qarşısında baş əyirik. Onların valideynlərinə həmişə ehtiramımızı bildiririk. Ceyran ana əlbəttə çətinliklə övlad böyütmüşdür. Ancaq onun övladı bugün sevinir ki, o fəxr edir ki, onun övladı Azərbaycan dövlətinin müstəqilliyi uğrunda şəhid olub. Onun övladı Azərbaycan dövlətinin qüdrətlənməsi uğrunda şəhid olub. Bir daha şəhid ailələrinin üzvlərinə baş sağlığı verirəm, son qəminiz olsun deyirəm. Arzu edirəm ki, Azərbaycan xalqı bir daha şəhid verməsin. Arzu edirəm ki, Azərbaycan xalqının işi bundan sonra ancaq quruculuq, inkişaf və tərəqqi olsun. Biz öz sözümüzü müharibədə demişik və dünyaya da ədalətli və müasir müharibənin modelini göstərmişik ki, müasir müharibə hansı modellə aparılır. Bir 44 günlük vətən müharibəsində bir nəfər də mülki əhalinin belə burundan qan gəlmədi. Bu onu göstərir ki, Azərbaycan xalqı sülhsevər xalqdır. Azərbaycan xalqı dünyanın beynəlxalq normalarına, beynəlxalq qaydalarına riayət eləmiş xalqdır. Azərbaycan dövləti humanist dövlətdir. Onun gələcəyi var və nə qədər Azərbaycan dövləti varsa şəhidlərimiz də var. Şəhidlərimizə qarşı ehtiram və hörmət də var. Dövlət həmişə şəhid ailələrinə qayğı ilə yanaşır, bundan sonra da qayğı ilə yanaşacaqdır. Mən arzu edirəm ki, müharibədə şəhidlərimizi şəhid verdik, ancaq şəhidlə bərabər qazilərimiz var. Ayağını, gözünü, bədəni, müəyyən hissələrini itirənlərimiz də var. İtirənlərimiz də var. Arzu edirik ki, onlar da sağolsunlar, onlar da canın ağrısını hiss eləməsinlər. Bir daha hamınızı bu anın günü münasibətilə sizə hamınıza baş sağlığı verirəm. Şəhid bir Ceyran ananın, Rizvan müəllimin deyil, şəhid bütün Azərbaycanın şəhididir. Bizdə fərq eləməz şəhid haralıdır, harada doğulub. Azərbaycanın şəhididirsə, onun qarşısında biz ehtiramla baş əyirik. Bütün şəhidlərimizə Allahdan rəhmət edirəm. Şəhid ailələrinə qayğı və hörmət bizim gündəlik işimiz və peşəmiz olmalıdır. Buna görə də mən bir daha Hamuş Muxtarkən Tam Orta Məktəbinin rəhbərliyinə, onun müəllimlərinə təşəkkürümü bildirirəm ki, hər il bu məktəbdə şəhid Qurban Sarvanovun anımı keçirilir. Onun ailəsinə, xüsusən başda Rizvan müəllim olmalıqla təşəkkür edirəm ki, öz qardaşlarının, yəni şəhid qardaşımızın anımını keçirdirlər. Allah rəhmət eləsin, çox sağ olun, var olasın. İndi də sözü Füzuli rayonundan qonaq gəlmiş Şirullah müəllimə vermək istərdik. Hamınızı salamlayıram. Ceyran anamıza, Rizvan qardaşıma, onların ailə üzvlərinə onu Tanrıdan can sağlığı arzulayıram. Allah Teala Sərvan qardaşımıza, onun timsalında bütün şəhidlərə rəhmət eləsin. Yerləri beşik olsun, torpağı sanı qədər yaşasınlar. Vaxt vardı ki, bizim atamız
o müharibədən danışanda. Stalingradda yaralandı, nə bilim Berlinə gedib çıxdı. Biz onda uşağıdıq. Deyirdik, atamız döyüşdü, atalarımız döyüşdü, yaralandılar, şəhid oldular. Bizi ağ günlər gözləyir. Elə bilirdik. Bizə qalır yaxşı oxumaq, yaxşı işləmək, boş həyat tərzi keçirmək. Amma biz bilmirdik ki, bizi qaçqınçılıq həyatı gözləyir. Bizi 1-ci Qarabağ müharibəsi, 2-ci Qarabağ müharibəsi gözləyir. Mən Cəbrayıl, Füzulinin yuxarı kətləri, Zəngilan, gəl bizim kətdən keçəndə mən onların qabağını kəsirdim ki, hara gedirsiniz? Yaba götürün, dəhrə götürün, balta götürün, qaydın, döyüşün. Sonra mən başa düşdüm ki, mən səhv eləyirmişəm. Bizim kəndə erməni, mən duran istiqamətdə 12 erməni tankı BMP-si girdi. 12. Baxdım ki, ona neynəmək olar? Yaba ilə, dəhrə ilə, balta ilə. Başarısı olmasın, bizim öz kəndimizdə Zavur qardaşımız bizim kətdə hərbi xidmətdə olanda olur. Bizim kətdə 69 şəhidimiz var. Hamısı bir yerdə, mülki şəhid, itkinlər, uşaqlı, böyüklü, 69. Müəllim yoldaşın dizinin bir üstünə, balaca oğlu, qızın, bir üstünə bir oğlun, bir qızın alıb, nətər nişan alıbsa mənfur erməni, birinin qaraciyarını deşib, birinin ürəyin. Balası qarşısında öldü. Mənim qardaşım polis mayoru olub. 93-cü ildən zəlildi mənim qardaşım. İskelet, canlı iskeletli. Canlı iskeletli də. Hamı baxıram bax bu kətlərə, obalara, evlərə. Nə idi bu cavanların günahı? Hansı evə gedirsən, hansı kəndə gedirsən şəhiddir. Vaxt vardı biz gözümüzün yağını verdik, yağlı tikəmizi verdik, torpağımızı pay verdik. Ən yaxşı vəzifələrdə ermənilər oturmuşdular bizlə, qudurdular və bizə gör nə qədər yaralar vurdular onlar. Nə qədər yaralar vurdular onlar, biz onun hamı əzabını çəkir. Əziz anamız, Ceyran anamız. Mən sizə bir də deyirəm, sizin yükünüz ağırdır. Bizim bu, sizə nə qədər ki biz desək xeyri yoxdur, ancaq öz yükünüzü özünüz ağırlaşdırın, yüngülləşdirin. Allah Teala Sarvan qardaşımıza rəhmət eləsin. Onun timsalında cəmi şəhidlərimizə rəhmət eləsin. Hamıya səbir diləyirəm. Çox sağ olun. Çox sağ olun. 9-cu sinif şagirdi Heydərli Çinarə, şəhid anası. Şəhid anası, titrək əllərinlə alıb şəklini, ah çəkib ağlama, şəhid anası, dizlərin üstə əyib belini, sellər tək çağlama, şəhid anası. Baxırsan gəldiyi cığırayzə, quzu utardığı çəmənə, düzə, yaralı könlümü hey üzə-üzə, dünyanı dağlama, şəhid anası. Ruhu ildırımlarda, şimşəklərdədir, Qarabağda əsən küləklərdədir, həsrətli, ümidli ürəklərdədir, çox matəm saxlama, şəhid anası. Nə deyim, nə yazım, qələmim donur, ilhamın dünyası odlanıb yanır. Sənin dözümündən yağılar sınır, çox matəm saxlama, şəhid anası. Allah cəmşərləmsirəm. Sağ olun. Bugünkü məclisimizdə şair Şahid Astaralı iştirak edir. Sözü indi ona verək. Qaysaq atmır, yaraların çalın çarpaz. Tarixini yaddaşıma köhlə biraz. İnildir Göyçə gölüm, oxan araz. Dərd içində qıvrılmısan zaman zaman. Azərbaycan, Azərbaycan. Sən yurdumun gür işıqlı sabahasan. Arzususan, ümidisən, pənahısan. Qoca şərqin yenilməyən dühasısan. O gecənin zülmətinə sökülər dan. Azərbaycan, Azərbaycan. Şəhidlərin ruhu gəzir hər daşında. Dağlarının, düzlərinin qırışında.
Ter baharın nəfəsi var sərt qışında. Biraz da döz, gələcəyə məğrur dayan. Azərbaycan, Azərbaycan. Hələ neçə torpağım var əsarətdə. Cənubunda, şimalında, neçə qərbdə. Hələ ana torpağımın başı dərddə. O gün gələr, qovuşarsan. O müqəddəs torpağına and içirəm, gələr o an. Azərbaycan, Azərbaycan. Hörmətli qonaqlar, əziz tədbir iştirakçıları, Azərbaycanımızın bu dilbər köşəsində hər birinizi salamlayıram. Şəhid valideynlərimizi salamlayıram, ziyalılarımızı salamlayıram, məktəblilərimizi salamlayıram. Bugün Sarvan qardaşımızın anım gününə toplaşmışıq, ziyarətə gəlmişik. Allah ziyarətimizi qəbul eləsin. Şəhidlər Məmməd Araz deyirdi ki, vətən mənə oğul desən nə dərdim, mamur olub qayasında bitərdim. Bir şeirində mən də deyirəm ki, cəsarəti ilə dünyanı mat qoyan, hər dillərə dastan olan yiğidlər, bir ananın qucağında uyuyan, hərəsi bir vətən boyda şəhidlər. Siz qəhrəman oğullarımız, siz vətənə oğul olmadınız. Siz böyük bir vətən yarattınız, hərəniz bir vətənsiniz. Məndən soruşsalar ki, vətən hardan başlayır? Göz yumlu cavab verirəm, vətən hər bir şəhidin məzarından başlayır. Şəhidlər torpağa gedən yox, torpağı vətən edən oğullardır. Onların qanı ilə soğarılan torpaq bizim üçün sadəcə bir coğrafiya, bir məkan deyil. Ləyaqətimizin, qürurumuzun, şərəfimizin ünvanıdır. Mən hər zaman çıxışlarımda qeyd edərəm, əgər bizim üçün sabah açılırsa, günəş doğursa, biz rahat nəfəs alırıqsa, balalarımız xoşbəxt firavan yaşayırlarsa, biz yalnız və yalnız şəhidlərimizə borcluyuq. Qazilərimizə borcluyuq. Veteranlarımıza borcluyuq. Bu vətəni çiynində gəzdirən igid və qəhrəman oğullarımıza borcluyuq. İnsanın yaşı tarixlə ölçülür. Yəni illərlə ölçülür, amma qəhrəmanın yaşı xalqın yaddaşı ilə ölçülür. Onlar heç zaman ölmürlər. Torpaqda nəfəs alırlar, bayraqda dalğalanırlar, xalqın qürurunda yaşayırlar. Şəhidlər bizim qürurumuzdur, şəhidlər bizim an yerimizdir, şəhidlər bizim qan yaddaşımızdır. Qoy bu vətənin üstündə gəzən, bu torpağın üstündə gəzən hər bir gənc bilsin ki, bu torpağın hər qarışında bir qəhrəmanın nəfəsi, bir şəhidin qanı, bir ananın duası yaşayır. Mən öz adımdan Sarvan qardaşımın anasına, Ceyran anaya, Rizvan qardaşıma baş sağlığı verirəm. Elimizə, ovamıza baş sağlığı verirəm. Allah rəhmət eləsin, Allah səbir versin. Ruhu şad olsun inşallah. İcazə verin, təzə yazdığım bir şeirimi bu müqəddəs bir məkanda sizin qarşınızda ifa edeyim. Hər sətirdə, hər kəlmədə, hər sözdə, arzularda, diləklərdə şəhidlər. Nə dərədə, nə təpədə, nə düzdə, milyon ürəklərdə şəhidlər. Bədiliş bir yazla, uyudunuz yanıqlı bir avazla, həm ədəblə, həm hörmətlə, həm nazla, qucaq-qucaq çiçəklərdə şəhidlər.
Təkcə vətən, tək qeyrətdir azarı, budur dərdi, budur gili güzarı. Torpaq ana, beşik olub məzarı, yırğalanır bələklərdə şəhidlər. Bir amalda, bir məsləkdə, bir donda, aslanların gücləri var qolunda, günəş olub zəfərimin yolunda, dəmir yumruq biləklərdə şəhidlər. Nə yayında, nə şaxtalı qışında, nə qocalır, nə də artır yaşında, nə ətəkdə, nə dağların başında, göy üzündə, mələklərdə şəhidlər, milyon ürəklərdə şəhidlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Var olun, sağ olun. 9-cu sinif şagirdi Bəyəlizadə Vahidə, Şəhidlər şeiri. Qatil gülləsinə qurban gedərkən gözünü sabaha dikdi şəhidlər. Üç rəngli bayrağı öz qanlarıyla vətən torpağına çəkdi şəhidlər. Zalım öyünməsin zülümləri ilə, min bir böhtanı ilə, min bir şəri ilə, həqiqət uğrunda ölümləri ilə, ölümü kamına çəkdi şəhidlər. O şənbə gecəsi, o qətil günü, mümkünə döndərdik çox namümkünü, xalqın qəlbindəki qorxu mülkünü, o gecə dağıdıb söktü şəhidlər. Tarixi yaşadıb diləyimizdə, bir yumruğa döndük o gecə bizdə, yıxıb köləliyi ürəyimizdə, cəsarət mülkünü tikdi şəhidlər. Allah cəmşədlər rəhmət eləsin. Birimizdə Astara Mərkəzi Xəstəxanasının direktoru Bahadır müəllim burada iştirak edir. İstərdi ki, sözü ona verək. Tədbir iştirakçıları, biraz mən gezdim, üzrlü sayılmamda üzrlü istəyirəm. Demək, bugünkü şəhidimizin tədbirinə yığışmışıq. İndi Astaraya gələndən şəhid tədbirində gücüm çatan qədər iştirak edirəm. Və bir daha mən görürəm ki, şəhidlər ölmür, unudulmur. Və bizim də yerdə qalanlarımızın borcu odur ki, şəhidlərimizi yaşadaq, yaddan çıxartmayaq. Şəhidlər onda ölür ki, unudulan da ölür. Ona görə hər kəsdən, burada duranlardan ancaq bir veteran kimi xahişimiz olar ki, yəni borcumuz odur ki, biz onları yaşadaq, unutmayaq. Və bugün həqiqətən də bu elin, bu ovanın belə bir Sarvan kimi oğlu yerdə qalan, orada duran gənclərimiz üçün bir vətənpərvərlik məktubudur. Yəni bir nümunədir. Məsələn, mən burada indi Milli Qəhrəman pəncəlinin şəklini gördüm, digərlərinin şəklini gördüm. Yəni həqiqətən Astara torpağı o qədər çox igidlər yetirir ki, yəni bu gənclər üçün bir örnəkdir, bir nümunədir. Mən də bir daha bütün şəhidlərimizə Allahdan rəhmət dilirik və kim gəlibsə bu tədbirin iştirakçılarına da özlərinin təşəkkürünü bildirirəm. Sağ olun, sağ olun. Çox sağ olun. İndi sözü şəhidin qardaşı Rizvan müəllimə vermək istərdik. Buyursun. Çox sağ olun. Hamınıza minnətdarım. Hamınızı salamlayıram. Bugün qardaşımın anım gününə yığışan bütün qonaqlara öz təşəkkürümü bildirirəm. Çox sağ olun ki, bizi sayır bu tədbirdə gəlib iştirak eləmişsiniz. Məktəb rəhbərliyinə, şagirdlərə, müəllimlərə, burada işləyən bütün inzibati işçilərə özlərinin təşəkkürümü bildirirəm. Kənd ictimaiyyətinə var olun. Çünki şəhidlər ölmür, şəhidlər unudulmur. Biz bugün rahat nəfəs alırıqsa, şəhidlərimizin qanı bahasına alınmış torpaqlarımızda yaşayırıqsa, bizim bu haqqımızdır. Buna görə biz Ali Baş Komandanımıza, Cənab İlham Əliyevə minnətdarıq. Çünki bu torpaqlarımız azad olunmasaydı, biz burada rahat nəfəs alıb, rahat yaşamazdıq. Allah'tan bütün şəhidlərimizə rəhmət diləyirəm. Onların qəbirləri nurlar olsun. Qoy bizim torpağımız bir daha güllə səsi eşitməsin. Şəhid anıların nalə səsini eşitməsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hər birinizə minnətdarım. Sağ olun.
Bir daha Allah bütün şəhidlərimizi rəhmət eləsin və biz bütün şəhid ailələri qarşısında baş əyirik və hər bir Azərbaycan vətəndaşı onlara borcludur və Allah onlara səbir versin. Beləliklə bugünkü anım tədbirimizi bağlı elan edirik və buradan şəhidin məzarını ziyarətə gedəcəyik. Sonra onun doğulub uya başa çatdığı evdə ehsan sürfəsinə veriləcək və hamı ora dəvətlidir. Çox sağ olun, təşəkkürlər. Burada iştirak edənlərə hamısını təşəkkür edirik. Çox sağ olun. Ben de her bir xidmətə yolda düştüğüm zaman ben de demiştim ki ana gelin inşallah Qarabağı sakitleştirip geleceğim. Sarvan həmişə belə dərdli olurdu, belə fikirli olurdu. Bəli, musiqi həvəsi vardı, meyxana həvəsi vardı. Dedim Sarvan niyə belə fikirlisən belə? Dedi ki, Zahar dedi, anaya söz vermişəm dedi, torpağı azad edib gələcəm dedi. Bizə qismət olacaq mı? Amma bizə qismət olmadı. Amma 2020'də
gənc balalara qismət oldu. Çünki mən ordudan tərxis olmuşam 97-ci ildə. Amma şəhid olanların əksəriyyəti Şirullah kişi 97-dən sonra dünyaya gələnlərdir. 97 və 98 və daha sonra dünyaya gələnlər. 2003-cü ildə doğulan şəhidliyimiz var. Allah Teala hamısına rəhmət eləsin, yaxınlarına sabır versin inşallah. Esselamu aleyküm ya dara qavmil mu'minun. Rahimakumullah, entum selefun ve inna inşallah bikum lahikun. Nes'alullah lana ve lekumul afiye ve nestağfirullah lana ve lekum. İnna lillahi ve inna ileyhi raci'un. Ve selamun alel murselin ve bihürmetil seyyidil murselin ve bihürmetil suretil fatihati ma'as salavat. Allahümme sallallahu. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Errahmanirrahim. Maliki yevmiddin. İyyake na'budu ve iyyake nestaîn. Gayril mağdubi aleyhim veleddâllîn. Bismillahirrahmanirrahim. Allahu ve lem yekun lehu kufuven ahad. Allahumme salli ala seyyidina Muhammedin ve ala ali Muhammed. İlâ rahmetil. Allah Teala rahmet eylesin. Allah Teala cemi şehitlerimize rahmet eylesin inşallah. Amin. Ala seyyidina Muhammedin ve ala ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Tebârekellezî biyedihil mulku ve huve alâ kulli şeyin kadir. الذي خلق الموت والحياة ليبلوكم أيكم أحسن عملا وهو العزيز الغفور الذي خلق 7 سماوات طباقا ما ترى في خلق الرحمن من تفاوت فارجع البصر هل ترى من فطور ثم ارجع البصر كرتين ينقلب إليك البصر خاسئا وهو حسير وَلَقَدْ زَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِمَصَابِيحَ وَجَعَلْنَاهَا رُجُومًا لِلشَّيَاطِينِ وَأَعْتَدْنَا لَهُمْ عَذَابَ السَّعِيرِ وَلِلَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ عَذَابُ جَهَنَّمَ وَبِئْسَ الْمَصِيرُ إِذَا أُلْقُوا فِيهَا سَمِعُوا لَهَا شَهِيقًا وَهِيَ تَفُورُ تَكَادُ تَمَيَّزُ مِنَ الْغَيْظِ كلما ألقي فيها فوج سألهم خزنتها ألم يأتكم نذير قالوا بلى قد جاءنا نذير فكذبنا وقلنا ما نزل الله من شيء إن أنتم إلا في ضلال كبير فقالوا لم كنا نسمع ونعقل ما كنا في أصحاب السعير فاعترفوا بذنبهم فسحقا لأصحاب السعير إن الذين يخشون ربهم بالغيب لهم مغفرة وأجر كبير عليم بذات الصدور ألا يعلم من خلق وهو اللطيف الخبير هو الذي جعل لكم الأرض ذلولا فامشوا في مناكبها وكلوا من رزقه وإليه النشور أأمنتم من في السماء أن يخسف بكم الأرض فإذا هي تمور أم أمنتم من في السماء أن يرسل عليكم حاسبا فستعلمون كيف نذير ولقد كذب الذين من قبلهم فكيف كان نكير أولم يروا إلى الطير فوقهم صافات ويقبضن ما يمسكهن إلا الرحمن إنه بكل شيء بصير أمن هذا الذي هو جند لكم ينصركم من دون الرحمن إن الكافرون إلا في غرور أمن هذا الذي يرزقكم إن أمسك رزقه بل لجوا في عتوب ونفور أفمن يمشي مكبا على وجهه أهدى أمن يمشي سويا على صراط مستقيم قل هو الذي أنشأكم وجعل لكم السمع والأبصار والأفئدة قليلا ما تشكرون قل هو الذي ذرأكم في الأرض وإليه تحشرون ويقولون متى هذا الوعد إن كنتم صادقين قل إنما العلم عند الله وإنما أنا نذير مبين فلما رأوه زلفة سيئت وجوه الذين كفروا وقيل هذا الذي كنتم به تدعون
قل أرأيتم إن أهلكني الله ومن معي أو رحمنا فمن يجير الكافرين من عذاب أليم قل هو الرحمن آمنا به وعليه توكلنا فستعلمون من هو في ضلال مبين قل أرأيتم إن أصبح ماؤكم غبرا فمن يأتيكم بماء معين صدق الله العظيم سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين اللهم بلغ ثواب ما قرأناه ونور ما تلوناه ببركة لروح سيدنا محمد صلى الله عليه وسلم وإلى أرواح لجميع إخوانه من الأنبياء والمرسلين وصلوات الله وسلامه عليهم أجمعين وإلى أرواح آله وأولاده وإلى أرواح أزواجه وأصحابه وأتباعه وذرياته رضوان الله تعالى عليهم أجمعين وإلى أرواح آبائنا وأمهاتنا وإخواننا وأخواتنا وأولادنا وأقربائنا وأصدقائنا وأحبائنا وإلى أرواح أستاذنا وإلى أرواح مشايخنا وإلى أرواح مرحوم المعلوم وإلى أرواح من كان لهم حق علينا وإلى أرواح لجميع المؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات برحمتك يا أرحم الراحمين وبحرمة الفاتحة مع الصلوات اللهم صل على سيدنا محمد وعلى آل سيدنا محمد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين آمين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد اللهم صل İlah rahmet eyle. Allah rahmet eylesin. Allah Teala cami şehitlerimize rahmet eylesin. Sizin ruhu inşallah şaddır. Vətən torpaqlarımız azad oldu. Allah Teala cami şehitlerimize rahmet eylesin. Qazilərimizə sıhhat və salamatçılıq versin. Allah Teala ellikdə, dostluqda, qohumluqda, əqrabalıqda var eləsin. Allah Teala sizli bizi cümləmizin abatımıza da rahmet eylesin.